Günaydın Azərbaycan, günaydın dünya Azərbaycanlıları, bizə qoşulan hər kəsi elə indidən də salamlamaq istəyirəm. Çünki ola bilsin ki, hələ də yuxuda olanlar var, qonşuluqda oyatanlar varsa, elə döyün divardan hər kəsi oyadın. Çünki günaydın Azərbaycanda bu günləri biz çox maraqlı bir mövzuya toxunuruq. Nəyə görə maraqlı deyəcəm? Çünki bu həqiqətləri bilmək gərəkdir. Bu həqiqətləri bilmək, bu qəhrəmanları tanımaq və tanıyaraq da həmin o qəhrəmanlara təşəkkür etmək gərəkdir. Ona görə də deyirik ki, oyanın və bizimlə bərabər qalın. Bu günləri efirimizin qonaqları çox olub, var, olacaq da hələ də davamına getdikcə, çünki 12-yə qədər sizinlə bərabərik. Ona qədər isə hal-hazırda bizim efirimizin qonağı Əskər anası və şairə Nuranə Nur bizimlə bərabərdir. Xoş gəl, səfa gətirmisiniz Nuranə xanım. Və hər kəs sizdən o məşhur şeirdən danışır, Əskər anasından danışır. O Əskər anasıdır ki, düzdür, baxanda deyirsiniz ki, bu xanımın neçə yaşında görürsən, oğlu var ki, maşallah, özü gəncdir, bəli. Elə oğlu ilə yan-bayan duranda heç ana balaya yox, elə bacı qardaşı oxşayır. Çünki igid cəngavər bir oğlu da var. Əskərimiz gəldi evə, qayıtdı yoxsa yox? Yox, hələ qayıtmayıb. Əskərimiz qayıtmayıb. Əskərimiz həqiqi hərbi xidmətini il yarım əvvəl başa vurmuşdu. İkinci dəfə, yəni Böyük Vətən müharibəmiz üçün savaşa getdi. Mən çox qürurluyam, çox məğrur duruşla dururam ki, mən elə bir igidin anasıyam. Və mən özüm də oğlumla bu Böyük Vətən müharibəsinin özümü iştirakçısı hesab edirəm. Çünki o orada döyüşdü, silahı ilə döyüşdü. Mən burada dualarımla döyüşdüm. Və şükür Allaha, milyon dəfə şükür olsun bu günümüzə ki, biz bu qələbəni çaldıq, bu qələbəni əldə elədik. Və eyni zamanda gözəl vurğuladınız ki, o orada silahla döyüşürdüsə, sizin də burada silahınız qələminiz idi. Və oğlunuza elə bir məktub yazdınız ki, o məktub dillərə dastan oldu. Elə bir məktub yazdınız ki, o məktubu bir çox əskər anaları oxudu. Bir çoxları sətirlərini əzbərlədi. İndiyə kimi də oxuyurlar. O məktub nədən qaynaqlandı yazmaq? Mən oğlum savaşda olanda bir çox statuslar yazdım, bir çox ürək sözlərimi yazdım, sosial şəbəkələrdə paylaşdım. Amma həmin o dediyiniz məşhur şeir mənim oğlum ilk həqiqi hərbi xidmətə gedəndə yazılmışdı. Və mən düşünürdüm ki, o artıq xidmətini bitirəndən sonra bu şeir mənim üçün öz aktuallığını itirsə də digər əskər anaları üçün həmişə aktual olacaq. Taleyin işi elə gətirdi ki, mən yenidən əskər anası oldum. Yəni artıq əskər anası deyil, bəlkə döyüşçü anası oldum. Buna görə də o şeir hər yerdə izlənir, arzulanılır və bütün əskər anaları bu şeirdə öz hisslərini, duyğularını görürlər. Və nə yalan deyək, deyirəm artıq o şeirimiz bizim o yazdığımız əskər məktubuna, ananın yazdığı o cümlələr, o kəlmələr artıq dastan olub. Bəlkə deyirəm bir də deyək, dinləmək istəyənlər, darıxanlar, özləyənlər bir daha eşitsin. Oğlum, bəlkə darıxmağın həddini çoxdan aşmışam. Səni üşütməsin deyə bu il qışla dostlaşmışam. Sevmədiyin yeməkləri bişirirəm sən gedəndən. Gedən gün yemək yeyəndə tikəni saldın əlimdən. O tikəni yeyib doydum, il yarım sonra acaram. Darıxmaq orucu tutdum, sənin qoxunla açaram. Sən olanda evdə hər şey qarışardı bir-birinə. İtirdiyin əşyaları tapıb qoymuşam yerinə. Sənin paltarların mənə deyirlər yaman yaraşır. Zəngini gözlədiyim an fikrim o dağları aşır. İgid oğlum, vətən sənin, sən vətənin əmanəti. Bu bir şeir deyil balam, bu bir qürur əlaməti. Səni gətirən yollara mən baxaram, sən heç baxma. İkimizin yerinə də darıxaram, sən darıxma. Bu kəlmələr, bu cümlələr, bu sətirlər hər bir əskər anasının ürəyinə məlhəm tökdü. Hər bir əskər anasının ürəyinə o bəzən o həyəcan dəqiqələrini, saniyələrini elə bir ki susturdu. Bir çox əskər anaları paylaşdılar bu şeiri, sosial şəbəkədə paylaşdılar. Hamısı mənə yazırdılar ki, sanki biz özümüz yazmışıq bu şeiri. Necə siz orada
təsvir etmisinizsə, doğrudan da bizim hisslərimiz, duyğularımız eyni ilə elə o cürdür. Ürəyindən keçənləri siz artıq sətirlərə tökdünüz. Bir çoxları deyir, ürəyinə gəlir, amma deyə bilmir. Deyir, mən istədiyimi artıq dedi. Mənim ürəyimdən keçən hissləri yazdı və buradan əlbəttə ki, şəhid olmuş əsgərlərimiz var. Onların analarına başsağlığı diləyirik. Allah onlara səbir versin. Bəli. Amma o əsgərlərimiz məhz dövlət üçün, ölkəmiz üçün, torpağımız üçün qanlarından, canlarından keçdi. Biz bundan sonra çox diqqətli olmalıyıq. Çox diqqətli olmalıyıq. Bütün davranışlarımızda, bütün hərəkətlərimizdə. Çünki bizim qarşımızda bir əsgər anası, bir şəhid anası ola bilər, bir şəhid bacısı ola bilər. Biz bunu hiss eləmərik, bilmərik. Doğrudan da şəhidlərimizin ruhu qarşısında hər zaman təzimdəyəm. Biz bütün rahat həyatımızı, bütövlüyümüzü, Qarabağımızın işğaldan azad olunmasını, xoşbəxt Azərbaycan üçün biz onlara minnətdarıq və onların analarının qarşısında baş əyirik. Bu yaxınlarda bir şərh oxumuşdum sosial mediada, Facebookda sərf etmirəmsə. Vətəndaşlarımızdan biri yazmışdı ki, şəhid anası mənə müraciət eləsə, hansısa bir işi ilə bağlı fərq eləməz. Deyərəm ona ki, mənim canımı al. De ki, şəhid anasıyam, ürəyimi də al apar. Ürəyi nə istəyir, cismimdən sənə verim. Bütün işimi də həll edim. Çünki mən sənin torpağa bastırdığın oğluvun əvəziyəm. Çünki mən sənin canından torpaq üçün keçən oğluvun qarşısında olan borcumu sənə verirəm. Həqiqətən qaytarıram. də övlad acısını vətən təsəllisindən başqa heç nə ovuda bilməz. Yəni hər hansı bir başqa bir elə bir ölüm yoxdur ki, ananın təsəllisi olsun övlad acısı üçün. Bir dənə onun təsəllisi var, o da vətən uğrunda şəhid olmaqdır. Bilirsiniz, mən oğul anası olanda, oğlum dünyaya gələndə mən fikirləşdim ki, bu qucağımdakı bir ovuc işığa niyə düşmən çəpəri deyirlər? Bax, mən bunu düşünürdüm. Sonra o əsgər gedəndə mən başa düşdüm ki, onun adı həsrətdir. Və müharibəyə gedəndə mən başa düşdüm ki, onun adı vətəndir. Vətən təkcə ana deyil ki, vətən həm də oğuldur. Mən oğluma vətən oğlum deyirəm. Artıq bundan sonra mən oğluma vətən oğlum deyirəm, müraciət edəcəm. Çünki sağ olsun ki, o mənim də başımı uca tutdu və bu tarixin yazılmasında onun da bir imzası oldu. Məni də məğrurluqla, qürurluqla bu tarixə vəsilə etdi. Mən təşəkkür edirəm ki, bu günləri, bu hisslərinizi bizimlə paylaşmaq üçün efirimizə qonaq gəldiniz. Bu hissləri paylaşaraq da əsgər anası olaraq yazdığınız o kəlmələri, o sətirləri əsgər analarımız üçün səsləndirdiniz. Onların ürəyindən keçən sözləri artıq elə bil ki, o balaca bir kağız parçası ilə siz vəsf etdiniz. Biz isə buradan hal-hazırda cəbhədə olan və vuruşaraq evinə qayıdan, istər şəhid olan fərq eləməz, istərsə yaralı əsgər olaraq, qazi olaraq qayıdan fərq eləməz, istərsə də hal-hazırda da hələ də cəbhədə olan əsgərlərimizə öz əsgər salamımızı çatdırırıq.